Herkese salamlar dostlar. Kara Kartal Forever kanalına xoş gəldiniz. Ən son videoya gələn dəstəyə görə hər kəsə təşəkkür edirəm. Uzun müddət aralıqdan sonra öz baş məşqçisini İtaliyada tapan Beşiktaş klubu Vincenzo Italiano ilə 2 illik müqavilə imzaladı. Belə ki, müqavilə şərtlərinə görə məşqçi 5 milyona yaxın maaş alacaq və onun şəxsi heyəti isə 2 milyona yaxın illik maaş alacaq. Ən son İtaliyanın Bologna klubunu idarə edən İtaliyanın karyerasının ən yaxşı vaxtını yenə İtaliya klubu olan Fiorentina'da keçirib. Və belə ki, bu klub ilə 2 konferans liqası finalına çıxıb. Lakin o, bu finalların heç birində qələbə qazana bilməyib. Belə ki, İtaliyanın oyun strategiyasının həm mənfi, həm də müsbət cəhətləri var. Və düzünü desək, onun oyununa uyğun futbolçu sayı Beşiktaşda azdır. Belə ki, bütün oyun vaxtında pres etməyi bacaran komanda İtaliyanın bir nömrəli oyunudur. O, yorulmayan və ancaq qaçan top almaq üçün pres edən futbolçuları sevir. Beşiktaş klubunda belə oyuncular sadəcə azlıq təşkil edir və mən belə oyunculardan birini Olaytan kimi deyə bilərəm. Məşqçi oyunu ön tərəfdə qurmağı sevir. Lakin mənfi cəhətlərdən biri odur ki, komanda ani əks hücumda tez-tez rastlaşa bilər və müdafiəçilər ön tərəfdə işlədiyi üçün, eyni zamanda sağ və sol cinah müdafiəçiləri önə çəkildiyi üçün ani gələcək əks hücumlar zamanı öz qapımıza tez-tez qollar rastlaşa bilərik. Təbii ki, hər şey zaman göstərəcək. Baş məşqçi gəldiyinə görə yaxın zamanda transferlərin olmağını mən gözləyirəm. Belə ki, məşqçinin gəldiyi liqadan istədiyi bir neçə ad var. Bu adların ən öndə gedəni isə bu iki addır. Belə ki, sağ cinah hücumçusu olan Orsolini, digəri isə hazırda azad agent kimi olan mərkəz hücumçusu Vlahovicdir. Qeyd edək ki, hər iki futbolçu da İtaliyanın bir vaxtlar məşqçilik etdiyi futbolçulardır. Dostlar, videomuz buraya da idi. Növbəti videolarda görüşənədək kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun.